Salam. Bugün sağlamlıq, müdriklik və bəzən daha yaxşı nəticə əldə etmək üçün niyə daha azının daha çox olması barədə danışacağıq. Əlimizdəki mənbə bildiyimiz bir çox sağlamlıq klişələrini, demək olar ki, alt-üst edən bir professorla aparılan olduqca maraqlı bir müsahibədir. Mənə elə gəlir ki, bu söhbət sənin də sağlamlığa baxışını biraz dəyişə bilər. Məncə mütləq dəyişəcək. Eləmi düşünürsən? Bəli, çünki bugünkü missiyamız sağlamlıq jurnallarının bizə təlqin etdiyi o daha çox, daha sürətli, daha güclü mantrasını biraz sorğulamaqdır. Mənbəmizdəki professor deyir ki, bəlkə də ən böyük müdriklik həddi aşmamaqdır. Bugün biz bu fikri araşdıracağıq və görəcəyik ki, sənin genlərin və əcdadlarının irsi son Instagram trendlərindən niyə daha etibarlı bir bələdçi ola bilər? Əslində hər kəsə eyni məsləhətin niyə iflasa məhkum olduğunu anlamağa çalışacağıq, elə deyil? Tamamilə. Məhz budur məqsədimiz. Yaxşı, gəl elə ilk və ən fundamental fikirdən başlayaq. Professor deyir ki, bildiyi ən vacib şey həddi aşmamaqdır. Bu, ilk baxışdan çox sadə səslənir, yəni hər şeyin artığı zərərlidir kimi bir atalar sözü. Düzdür, amma o bu fikri gündəlik həyatımıza o qədər dəqiq tətbiq edir ki, insan heyrətlənir. Məsələn, qəhvə. Mən özüm də qəhvə həvəskarıyam. 1-2 fincanın faydalı olduğunu eşidik, antioksidantlarla zəngindir və s. Hamımız eşidirik. Amma professor deyir ki, 5-ci fincana keçəndə artıq bədəninə, necə deyim, zülm edirsən. Tamamilə. Və bu təkcə qəhvəyə aid deyil. Əslində bütün bu məsələnin elmi bir adı var. Homeostaz. Homeostaz, yəni o daxili tarazlıq məsələsi. Bəli, bədən həmişə öz daxili tarazlığını, o sabit vəziyyətini qorumağa çalışır. İstidə tərləməyimiz, soyuqda titrəməyimiz, hamısı bundandır. Professorun verdiyi nümunələr, istər yemək olsun, istərsə də su, hamısı bu tarazlığı pozmaqla bağlıdır. Məsələn, bizə tez-tez bol su için deyilir. Bu o qədər təkrarlanıb ki, sanki nə qədər çox içsən, o qədər yaxşıdır kimi düşünürük. Düzdür, mən də elə bilirdim. Amma professor deyir ki, gündə 1,5-2 litr su bədən üçün normaldırsa, sən 5 litr su içəndə artıq börəklərini lazımsız yerə yükləyirsən. Və bədəndəki elektrolit balansını pozursan. Yəni, faydalı bir şeyi zərərli bir şeyə çevirirsən. Bu həqiqətən də düşüncə tərzini dəyişir. Məsələ yaxşı və ya pis deyil, məsələ dozadadır. Bəli, və o, bu dozanı rəqəmlərlə çox aydın göstərir. Bu işi daha da ciddiləşdirir. Deyir ki, təzyiqin 149 olması normalın yuxarı həddi sayıla bilər, amma 18-ə çatması artıq fəlakətdir. Məhz, yaxud toq qarnını qan şəkərinin 140 olması ilə 400 olması arasında dağlar qədər fərq var. Düzdür, ikisi də normadan yüksəkdir. Bəli, amma biri diqqət et siqnalıdırsa, digəri artıq təcili tibbi yardım deməkdir. Professorun vurğuladığı odur ki, biz həyatımızı bu hədlər daxilində yaşamaq öyrənməliyik. Müasir həyat tərzi isə bizi davamlı olaraq bu hədləri aşmağa təşviq edir. Gündə 5 dəfə yemək məsləhətidir. Güya metabolizmanı sürətləndirir. Güya. Professor isə deyir ki, bu əslində sistemi fasiləsiz işlədərək yormaqdan başqa bir şey deyil. Yaxşı, bu tarazlıq və hədd məsələsi aydındır. Amma söhbətin elə bir nöqtəsi var ki, məni həqiqətən dayanıb düşünməyə vadar etdi. Professor deyir ki, xərçəng kimi böyük xəstəliklərdən danışanda biz sağlamlıq nəticələrimizin yalnız 30-40%-nə nəzarət edə bilirik. Bu çox cəsarətli bir iddiadır. Yəni qalan 60-70% bizim nəzarətimizdən tamamilə kənardadır. O, həqiqətən də şok edicidir, elə deyilmi? Xüsusilə də müasir, hər şey sənin elindədir, öz həyatının memarı ol fəlsəfəsinin hökmü sürdüyü bir dövrdə. Düzdür. Bizə davamlı olaraq deyilir ki, əgər düzgün qidalansan, idman etsən, pozitiv düşünsən, heç bir problem olmayacaq. Xəstələnmək sanki bir iradə zəifliyi, bir səhv kimi təqdim edilir. Sanki öz günahındır. Bəli. Professor isə deyir ki, bir dəqiqə dayanın, reallıq bu deyil. Biologiyada təsadüf faktoru, yəni DNT-nin təsadüfi qırılması deyilən bir şey var. Və o, bu iddiasını havadan götürmür. Mən bu hissəni 2 dəfə oxumalı oldum. Təsəvvür et, 100.000 səhiyyə işçisi. Yəni, sağlamlıq mövzusunda ən məlumatlı insanlardan söhbət gedir. Əlbəttə, 10 il boyunca mükəmməl bir pəhriz saxlayıblar. 10 il. Nəticə isə heyrətamizdir.
onların xərçəngə tutulma nisbətləri ümumi əhalinin nisbətlərindən demək olar ki, fərqlənməyib. İnanılmazdır. Bu necə ola bilər? Bu, sanki bütün səylərimizin mənasız olduğu anlamına gəlmirmi? Bax, bu çox vacib bir sualdır və professorun cavabı da çox dərindir. O, səylərimizin mənasız olduğunu demir. Sadəcə, səylərimizin hüdudlarını bilməyimizi istəyir. O, məsələni deməli 10 faktora bölür. Aha. Deyir ki, DNT qırılmalarına səbəb ola biləcək təxminən 10 əsas amil var. Bizim etdiklərimiz 7 saat yatmaq, tərəvəz yemək, siqaret çəkməmək kimi şeylər bu 10 amildən yalnız ikisinə təsir edə bilir. Yalnız ikisinə. Bəli. Digər 3 amil təbii yaşlanma prosesidir, buna heç kimin nəzarəti yoxdur. Qalan 5 amil isə o bunu Allahın təqdiri adlandırır. Yəni, elmi dildə desək, saf təsadüflülük. Tamamilə. Bu, bir növ sən tədbirini gör, təqdir Allahdandır müdrikliyinin müasir elmlə izahıdır. Bu, çarəsizlik deyil, təvazökarlıqdır. Çox maraqlıdır. Deməli, əlimizdən gələni etməliyik, amma nəticənin tamamilə bizə bağlı olmadığını da qəbul etməliyik. Bu, psixoloji olaraq da böyük bir yükü insanın çiyinlərindən götürür. Yaxşı, əgər ümumi məsləhətlər hər kəs üçün işə yaramırsa və bir çox şey şansdan asılıdırsa, onda bizim bələdçimiz nə olmalıdır? Professor burada bizə çox maraqlı bir istiqamətə yönəldir. Hər kəsin öz fərdi quruluşuna, yəni genetikasına. Bəli, və o, bunu çox həyati bir misalla izah edir. Deyir, elə adam var ki, bir tapsı paxlava yeyir, heç nə olmur. Hə, tanıyıram elələrini. Amma eləsi də var ki, 2 stəkan şəkərli çay içən kimi qan şəkəri 200-ə fırlanır. Burada ən maraqlı məqam onun bu vəziyyətə qoyduğu diaqnozdur. O buna şəkər xəstəliyi demir, şəkərə qarşı dözümsüzlük deyir. Bir dəqiqə, şəkər intoleransı. Yəni, fərq nədədir? Bax, xəstəlik dedikdə bizdə bir qüsur, düzəldilməli olan bir problem olduğu düşüncəsi yaranır. Amma dözümsüzlük dedikdə bu sənin bədəninin bir xüsusiyyəti, bir fərqliliyi kimi qəbul edilir. Anladım. Professor deyir ki, bu o deməkdir ki, sənin mədə-altı vəzin o qədər şəkər yükü üçün nəzərdə tutulmuyub. Vəssalam, bu sənin günahın deyil, bu sənin bioloji həyallığındır. Və bu reallığı qəbul edib həyat tərzini ona uyğunlaşdırmalısan? Məhz, bu öz bədəninlə mübarizə aparmaq əvəzinə onunla barışmaq deməkdir. Bu genetik fərqlilik məsələsi məni birbaşa başqa bir mövzuya gətirir. Bəs bu son dəbdə olan gluten kimi trendlər, əgər hamı fərqlidirsə, niyə hamı eyni pəhrizi saxlamağa çalışır? Hə, çox yaxşı sualdır. Professorun bu barədə də çox kəskin bir fikri var. Deyir ki, bir dəqiqə dayanın. Biz Mezopotamiya uşaqlarıyıq. Bizim genlərimiz min illərdir buğdayla yoğrulub. Onu birdən-birə həyatımızdan çıxarmaq nə dərəcədə məntiqlidir? Bəli. Amma burada bir incə məqam var ki, onu da əlavə etmək lazımdır. Söhbət təkcə buğdadan tamamilə imtina etməkdən getmir. Professorun dediyi kimi, bədəni uzun müddət glutensiz saxlamaq, onu bu zülalı həzm etməyi unutmağa vadar edə bilər. Nəticədə, bir gün bir parça çörək yeyəndə bədən kəskin reaksiya verə bilər. Tamamilə. Ancaq digər tərəfdən, problem müasir buğdanın genetik modifikasiyası və tərkibindəki glutenin miqdarının atalarımızın yediyindən qat-qat çox olmasıdır. Yəni, professorun dediyi Mezopotamiya uşaqlarıyıq fikri doğrudur. Amma biz artıq Mezopotamiya buğdasını yemirik. Deməli, bu da məsələni biraz daha mürəkkəbləşdirir və yenə də fərdi yanaşmanın nə qədər vacib olduğunu göstərir. Düzdür. Bütün bunlar da bizi mənbədəki növbəti fundamental fikrə gətirir. Bəlkə də cavabları müasir trendlərdə deyil, keçmişdə, əcdadlarımızın müdrikliyində axtarmalıyıq. Professor bu mövzunu izah etmək üçün öz başına gələn çox maraqlı bir hadisəni danışır. Bir gün bişmiş kartof yedikdən sonra özünü çox pis hiss edir. Hə, sanki zəhərlənib və bir alim olduğu üçün dərhal bunun səbəbini araşdırmağa başlayır. Məlum olur ki, kartofun tərkibində, xüsusilə də cücərmiş və ya yaşıllaşmış hissələrində salanin adlı zəhərli bir maddə var. Solanin. Bəli, bu kartofun özünü həşəratlardan və digər zərər vericilərdən qorumaq üçün istehsal etdiyi təbii bir toksindir. Bizim üçün isə yüksək dozada zəhərləyici ola bilər. Və indi gəlirik işin ən heyrətamiz tərəfinə. Professor düşünür ki, görəsən keçmişdə insanlar bunu necə həll edirdilər? Və cavabı ənənəvi Anadolu mətbəxində tapır.
Məlum olur ki, badımcan və kartofun qabığını soyub, duzlu suda saxlayıb, sonra da yağda qızartmaq. Əslində bu toksinləri minimuma endirməyin bir yoluymuş. İnanılmazdı. Yəni bizim nənələrimizin etdiyi şey təkcə yeməyi dadlı etmək üçün deyildi. Bu, əslində nəsillər boyu sınaq yanılma yolu ilə əldə edilmiş bir təhlükəsizlik tədbiri idi. Bu əsl irfandır, yəni təcrübədən süzülüb gələn bilik. Məhz buna görə də professor bir çox müasir qidalanma məsləhətini çox sərt bir ifadə ilə zibil adlandırır. Çöp. Bəli, çünki bu məsləhətlər çox vaxt kontekstdən, coğrafiyadan, genetikadan və ən əsası min illərin təcrübəsindən qopuqdur. Əcdadın nə yeyib sualı onun fikrincə sağlamlıq üçün ən etibarlı bələdçilərdən biridir. Yaxşı, bütün bu məlumatlar seli içində sən, bizi dinləyən insan necə seçim etməlisən? Bir gün kərə yağı zərərli elan edilir, o biri gün super qida olur. Bir gün yumurta xolesterini artırır, sabahı gün məlum olur ki, heç bir əlaqəsi yox imiş. Hə, şaşdırıcıdır. Professor bunun üçün çox sadə, amma çox güclü bir qayda verir. Keçəlin dərmanı olsaydı, öz başına sürtərdi. Bəli, yəni verdiyi məsləhətin nəticəsini öz həyatında, öz bədənində göstərməyən insanlardan məsləhət alma. Bu, əslində tənqidi düşüncəyə bir çağırışdır. Məlumatın özündən çox mənbəsini sorğulamaq lazımdır. Və bu məntiqi o müasir sağlamlıq trendlərinə də tətbiq edir. Məsələn, o vena daxili vitamin köçürmələri. Bəli, soyuq dəymə zamanı yüksək dozada C vitamini qəbul etmək və ya bu vitamin serumları. O, bunları sərt şəkildə tənqid edir. Düzü, mənim də ətrafımda bu IV drüpləri sınayan çox adam var. Həmişə düşünürdüm ki, bu nə dərəcədə məntiqlidir. İnsanlar deyir ki, özümü daha enerjili, daha gümrah hiss edirəm. Amma professorun izahı məncə çox güclü bir arqumentdir. O deyir ki, bu bədəni qidalandırmaq üçün tamamilə qeyri-təbii bir üsuldur. Çünki qidalanmanın təbii yolu ağızdır. Bizim bütün həzm sistemimiz, mədəmiz, bağırsaqlarımız, qaraciyərimiz milyon illər ərzində qidaları məhz bu yolla qəbul etməyə uyğunlaşıb. Onları parçalamağa, süzgəcdən keçirməyə. Bəli, və lazımi maddələri mənimsəməyə. Tibbdə bir həkim yalnız və yalnız ağız yolu ilə qidalanma mümkün olmadıqda məcburiyyətdən vena daxili qidalanmaya əl atar. Bunu sağlamlıq və enerji məqsədi ilə etmək, bütün bu mürəkkəb və müdrik bioloji sistemi görməzdən gəlmək deməkdir. Bu bir növ təbiətə qarşı hilə gəlməyə çalışmaqdır, amma təbiət sonunda həmişə öz bildiyini edir. Beləliklə, gəlin bir ümumiləşdirmə aparaq, söhbətimizdə ifratın təhlükəsindən danışdıq, nəzarətimizin hüdudlarını anlamağa çalışdıq, öz genetikamızın və əcdadlarımızın müdrikliyinin əhəmiyyətini gördük. Bəli, məncə bütün bu söhbətdən çıxan əsas nəticə budur. Biraz təvazükar ol, həddi aşma və internetdəki məsləhət səs-küyündən daha çox öz bədəninin səsinə qulaq as. Dəqiq və sənin üçün son bir düşüncə toxumu buraxaq. Professor bütün bu ifratdan qaçma, balans və müdriklik anlayışını birbaşa sivilizasiya, yəni mədəniyyət konsepsiyası ilə əlaqələndirir. Bu, məncə söhbətin zirvə nöqtəsidir. Hə, o iddia edir ki, əsl sivilizasiya heç bir şeydə həddi aşmamaqdır, hətta yaxşı niyyətli bir hərəkətdə belə. O, misal olaraq küçə heyvanları üçün hər yerə tonlarla yemək töküb, sonra o yeməklərin çürüyərək xəstəlik yaymasına səbəb olan ifrat mərhəməti göstərir. Yəni, niyyət yaxşıdır, amma nəticə pisdir. Məhz. Əsl sivilizasiya, onun fikrincə, kör-körana emosiyalarla deyil, balanslı, elmi və müdrik bir yol tapmaqdır. Bu da sənin üçün bir sual yaradır. Həyatının başqa hansı sahələrində, bəlkə də çox yaxşı niyyətlə etdiyin bir aşırılıq, istər işdə, istər münasibətlərdə, istərsə də özünə qulluqda, əslində sənə faydadan daha çox zərər verir.